Salam əziz şagirdlər, əziz abituriyentlər, kanalıma xoş gəldiniz. Bugün izah edəcəm nisbə vəzliklərdən bir neçə sualı. 603-cü sualdan başlayırıq. I don't like the table. Boşluqdan əvvəl əgər isim verilibsə, biz həmin boşluğa what yaza bilməyəcəyik. Who'dan sonra isim gələcək. Who insanlara aid işlənən nisbə əvəzlikdir. Whom tamamlığı əvəz edir. Özündən sonra əsasən əvəzlik, yəni şəxs əvəzliyi və yaxud da mübtəda plus xəbər gəlməlidir. Zət isə həm canlı, həm də cansız isimləri əvəz edən nisbə əvəzlik hesab olunur. Növbəti suala baxırıq. Boşluqdan əvvəl woman, yəni qadın sözü verilib və isimdir. Whom mübtəda plus xəbər varsa biz boşluqda işlədə bilərik tamamlığı təyin edərkən. What'dan əvvəl isim gəlməz. Doğru cavabımız 1 və 3-dür. Yəni A bəndidir. Növbəti suala baxırıq. 605-ci sual. She loves the books. She loves books have happy endings. Boşluqdan əvvəl isim varsa what yazılmayacaq. Çünki what özündən əvvəl isimlə işlənə bilmir. Who'dan sonra isim gəlməli idi. Çünki bu özü sahiblik bildirir. Whom əsasən canlı isimləri tamamlığını əvəz edir. Özündən sonra şəxs əvəzliyi plus xəbər olmalıdır. Who baxmayaraq ki, özündən sonra xəbər var. Lakin özündən əvvəlki cansız yox, canlı isim olmalı idi. Cavabımız C bəndindədir. Which sadəcə cansız isimləri təyin edən nisbə əvəzlikdir. Növbəti sual. Elephants, fillər. Boşluqdan əvvəl isim varsa what yazılmayacaq. Who'dan sonra isim gəlməlidir. Whom mübtəda plus xəbər olmalı idi. C və D arasında qalırıq. C insanlara aiddir. Baxmayaraq ki, özündən sonra xəbər gəlib. Mübtəda rolundadır. Who özündən sonra xəbər gəlir. Lakin özündən əvvəl canlı isim olmalı idi. Yəni insanı göstərən hər hansı bir isim olmalı idi. Cavabımız D bəndindədir. Növbəti sual. What is the name of the river goes through London? River, çay, isimdir. What'dan əvvəl isim gəlmir. Whom mübtəda plus xəbər olur və insanı əvəzləyir. Tamamlıq funksiyasında olur. Who adətən insanları əvəzləyən nisbə əvəzlikdir və mübtəda rolunda çıxış etdiyinə görə özündən sonra xəbər gəlməlidir. Xəbər var, lakin özündən əvvəlki cansız isim olduğuna görə biz who'nu götürməyəcəyik. E bəndində who'dan sonra isim gəlməlidir. Burada isə baxırıq, isim yoxdur, xəbərdir. Cavabımız C-dir. That həm canlı ismi, həm də cansız ismi əvəz edir. Eyni zamanda mübtəda funksiyasında çıxış edilə bilir. Növbəti sual 608-ci sualdır. Yesterday I saw a car. Car, maşın, orta cinsdir, isimdir. What'dan əvvəl isim gəlmir. Who özündən əvvəl canlı ismi əvəz eləyə bilər, mübtəda rolunda çıxış eləyir. Whom özündən sonra şəxs əvəzliyi plus xəbər olmalıdır və yaxud da mübtəda xəbər olmalıdır və canlı isimlərin tamamlığını əvəz edir. Who'dan sonra isim olmalıdır. Was isə isimdir, xəbər hissəsidir. Which doğru variantdır. Which mübtəda rolunda çıxış edə bilir və özündən əvvəl cansız isim gəlməlidir. Tom found that the person had stolen his bike. Had stolen xəbərdir. Deməli biz burada
mübtəda funksiyasında çıxış edə biləcək və eyni zamanda canlı isimləri əvəz edəcək nisbi əvəzlik tapmalıyıq. Which insanlarla deyil, cansız əşyaları təyin edən nisbi əvəzlikdir. Whom özündən sonra mübtəda xəbər olmalıdır. Who'dan sonra isim gəlməlidir. Had stolen isim deyil, xəbərdir. Doğru variantımız 2 və 5-dir. Növbəti sual. Boşluqdan əvvəl isim gəlib və boşluqdan sonra xəbər hissəsi var. Deməli, biz bu hissəyə, boşluğa mübtəda rolunda çıxış edə biləcək və özündən əvvəl canlı ismi əvəz edəcək nisbi əvəzlik qoymalıyıq yerinə. What'dan əvvəl isim gəlmir. Whom özündən sonra mübtəda xəbər gəlməlidir. Who'dan sonra isim gəlməlidir. Which özündən əvvəl cansız isim gəlməlidir. Mən isə canlı isimdir. Who doğru variantdır. Mübtəda rolundadır. Özündən əvvəl canlı isim var. Mübtəda rolunda olduğu üçün özündən sonra xəbər hissəsi gəlmişdir. Növbəti sualımız. This is the dog bit me yesterday. Bit xəbərdir və mübtəda hissəsi boşdur, yəni mübtəda tapmalıyıq. Boşluqdan əvvəl orta cins göstərilib. Orta cinsdə who'nu götürməyəcəyik. Dog it deməkdir, yəni isimdir. What'dan əvvəl isim gəlməz. Who'dan sonra isim gəlməlidir. Yəni bu hissədə isim gəlməlidir. Bit isə feildir. Whom mübtəda xəbər o strukturu daşımalıdır. Yəni özündən sonra mübtəda xəbər olmalıdır. Doğru cavabımız A-dır. Which mübtəda rolunda çıxış edir. Özündən əvvəl cansız ismi təyin edir. Növbəti sual. Mary is a girl I met on Friday. Boşluqdan sonra baxırıq şəxs əvəzliyi, yəni mübtəda rolundadır. Mübtəda plus xəbər varsa, biz bu hissəyə tamamlıq rolunda çıxış edə biləcək nisbi əvəzlik tapmalıyıq. Və tamamlıq rolunda çıxış edirsə, özündən əvvəlki ismə də baxmalıyıq. Özündən əvvəlki isim əgər canlıdırsa, biz onun tamamlığını əvəz etməsi üçün whom'a baxa bilərik. Yəni, who özündən sonra xəbər gəlməlidir. Burada mübtədası var. Who'dan sonra isim gəlməlidir. Which'dən əvvəl cansız isim gəlməlidir. What'dan əvvəl isə isim gəlmir. Boşluqdan sonra xəbər var. Deməli, biz bu hissəyə mübtəda rolunda çıxış edə biləcək nisbi əvəzlik yazmalıyıq. Özündən əvvəl musician verilib, yəni musiqici, musikant deməkdir, insanı göstərən isimdir. Which cansızlarla işlənir, musiqici canlıdır. What'dan əvvəl isim gəlmir. Whom'dan sonra biz mübtəda plus xəbər yazmalıyıq. Who'dan sonra isim gəlməlidir. Doğru variantımız C-dir. The computer I bought last week is already broken. Boşluqdan sonra mübtəda plus xəbər var və diqqət yetirək ki, boşluqdan əvvəl cansız isim var. Cansız isimləri biz who ilə əvəz edə bilməyəcəyik. Who'dan sonra isim gəlməlidir, lakin burada şəxs əvəzliyi verilib. Whom canlıları əvəz edir, tamamlıq rolunda çıxış eləyir. 1 və 4 doğrudur. Which sadəcə cansız isimləri əvəz eləyir. That isə həm canlı, həm də cansız isimləri əvəz eləyir. Eyni zamanda tamamlıq funksiyasında çıxış edir.